Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün 16 noyabr tarixində OTK-nın keçirmiş olduğu sınavından Azərbaycan dili suallarının izahına baxırıq. Birinci sual. Cədvələ uyğun fikirləri müəyyən edin. Onlar yeni layihə hazırlayırlar cümləsinə layihə sözü təcili çaldırılır. Layihəni hazırlayırlar. Doğrudurmu? Və feilin xəbərin yanında gəlibsə olur təsirli halda 1 doğru fikirdir. Evi təmizləyib həyətə çıxdı cümləsində ilk söz təsirli haldadır. Evi təmizləyib. Bəli, çünki əvvəlinə onun öz artıra bilmirsənsə mənsubiyyət deyil. Deməli təsirli halda doğrudur. Amma bura yanlış deyib, yanlış deyil, doğru yazmalıdır. Ona görə 2-ni götürmürük. Bizdən uyğun fikirlər istəyir. Bakı şəhəri birləşməsində Bakı sözü adlı qalır. Xeyr, Bakı sözü nədir? Bakının şəhəri, yəni qeyri-müəyyən yerli çaldırır. Bu yanlışdır və yanlış verib. Yanlışa yanlış doğrudur, götürürük. Səndən məni soruşublarmı? Cümləsində hal şəkilsi qəbul etmiş 2 isim var. Burada ümumiyyətlə hal şəkilsi qəbul etmiş isim yoxdur. Səndən var, məni var. Burada dən çıxışlıq var, burada i təsirlik var. Amma hər ikisi əvəzli idi. Səndə, məndə əvəzli idi. İsim deyir. Bizdə isim yoxdur. 4 yanlışdır. 4 də çıxardırıq. Qardaşı, onun qardaşı dünən şəhərə yol düşüb. Cümləsində ilk söz adlı qalır. Bəli, mənsup şəkilli sözdə hansı halda olur? Adlı qalır doğrudur. Doğruya doğru yazıb. 1 3 5. Birinci sualda sənin cavabın B variantıdır. İkinci sual. Hansı bəddəki sözlərin hamısı isimdir? Demişik, əməkdar, evdar nədir? Sifətdir. Yəni, bunu mövzu izahında qeyd eləmişdim. Artıq sözü ədəd ola bilir, sifət ola bilir, isim olmur, çıxdıq. Təmizləmək feildir də. Nə etmək? Təmizləmək, çıxdın. Gülərüz sifətdir. Gülümsər, yenə sifətdir. Gülüş, burada gülüş isimdir. Bu da gülərüz sifət olduğu üçün çıxdın. Düyün ismi, düyü ismi, düzəngah isim. Sənin cavabın nədir? 2-də D variantıdır. Sözlərin mənasını nəzərə alaraq ardıcılığı müəyyən edin. Təbiətən dərrakəli, anlaqlı, idrakçılı nədir bu? Fəhmli deməkdir də, fəhmli. Fəhmli, yəni birinci 2 ilə başladıq. Saxlamaq üçün verilən əşya pul təbii ki, əmanət. Çox rahat suallardır bu, yəni bu sözün mənaları. Bu sözlər çox rahat sözlərdir. Birini qorumaq, ona havadarlıq və qayğı göstərmə. Birini qoymaq, onu nədir? Himayə etmək. 2, 4, 1. Və xoş söz tərifli ifadə komplimentdir. Bunu lüğətdə var idi bu söz. 2, 4, 1, 3 A variantı. Üçüncü sualda cavabımız A variantıdır. Dördüncü sual. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Bizdən yanlış fikir istəyir. Tünqara hərflərlə yazılmış söz adlı qalı deyil. Tünqara döyüş sözü. Təbii ki, adlı qalı deyil. Hansı halda da A var da, burada gönlü çalır. Bu doğrudur. Bizdən yanlış istəyir. Birinci misrada frazeoloji birləşmə işlənməyib. Elə bil nə vaxtsa yaşamışam bəli. Bəli, frazeoloji birləşmə nə gəzir orada? Birdə frazeoloji birləşmə yoxdur. Dördüncü misrada yerli çalda olan söz həm də mənsup şəkildir. Dördüncü misra budur. Əlimdə. Əl, mənim əlim, mənsubiyyət dadə yerli çal tamamilə doğrudur. İkinci misrada mənsup şəkilli söz adlı qalır. İkinci misraya baxıram, bir zaman atım da olub. Mənim atım. Bəli. Mənsup şəkilli söz adlı qalır. Təbii ki, mənsup şəkilli söz adlı qalır. Dördüncü misrada, yəni bu misrada, mənsup şəkilli sözlərin hamısı adlı qaldırır. Xeyr, elə əlimdə söz dedik axı, yerli çalda da, nətər adlı qaldı olsun hamısı. E variantı yanlışdır. 5-ci sual. Hansı sözlərin ümumi mənaları eyni tiklisinə aiddir? Cır, elə cırmaq feili var, bir də cır ismi var. Və yaxud da cır ağac mənasında cır sifət ola bilər. Yəni bu müxtəlif tiklisinə aid oldu. Deməli A yanlışdır. Qıyıq göz, bir də iynə qıyıq mənasında isim və sifət olur. Nəfis sözü, müxtəsər sözün homonimliyi yoxdur, ümumiyyətlə vurğusuna görə fərqlənir. Nəfis sözünün də homonimliyi ağlıma gəlmir. Yoxdur. Çən sözünün burada homonimliyi var. Yəni bunlar olmadığı üçün zaten bu variant çıxır. Oynaq sözü. Bir dizdəki oynaq, bir də oynaq adam olur sifət və isim kimi. Yenə də müxtəlif nitqsəsi olur. Yal, it yalı və deməli yal mənasında. Yal hansı mənalarda işlənir? Bir oyun mənasında, bir də ki it yalı mənasında. Həmçinin əsər, əsər əlamət, bir də əsər, nişan mənasında işlənəcək. Həmçinin qayın sözü də, qayın sözü qohumluq bildirən anlayış kimi. Həm də ki, qayın ağacı mənasında. Qayın sözü də qohumluq bildirən anlayış kimi, həm də qayın ağacı mənasında umumimdir. Sənin cavabın olacaq 5-də E variantı. 6. Yazışı və tələffüzü fərqlənməyən sözlərdən ibarət cərgəni müəyyən edin. Burada kasat sözü tıya keçir, fərqləndi, anı çıxdın. Demişdik fıtı, sıtı, şıtı, hər birləşmədən samit gəndə tı düşür, sahit gəndə bu dıya keçir. Fərqləndi, çıxdın. Diyaloqda y artırılır, fərqləndi, çıxdın. Bilərzik, bilərzi, xışçilik olur, fərqləndi, çıxdın. Qiraət, bəraət, şücaət, bikar, bu sözlərin deyiş yazışı fərqlənmir. 6-cı suala cavabın Y variantıdır. Cədvələ uyğun fikirləri müəyyən edin.
İlk sözün son samiti cingil tələffüz olunur. İlk sözün son samiti cingil tələffüz olunur. Quraqlıq illəri. Özündən sonra sait gəlib qıya getirir. Qıy isə cingiltilidirmi? Bəli, cingiltili. Deməli, biri götürdün. Şərik, dostlar, şərik malik sözlərini demişik. Heç bir fərq olmur. Yəni, burada cingil tələffüz olunmur. 2 yanlışdır. Kəpənək qanadları olur, kəpənək qanadları. Yəni, cingiltili yox, kar tələffüz olunur. 3 də yanlışdır, 3-ü də çıxdın. İlk sözün son samiti kar tələffüz olunur. İştirak ərizəsi olur. Necə iştirakdır, şərikdir, malikdir. Bu sözlər dedik ki, dəyişmir. Sait də gəlsə dəyişmir, samit də gəlsə dəyişmir. Ona görə 4-ü götürürük. Məsləh sirri, samit gəlib xışdik olur. Bəli, yəni kar samit olur. Çiçək ətri burada artıq ya keçir, ya da kar yox, cingiltilidir. Bizim cavabımız oldu 1, 4, 5. O da Y variantında. 8. Uyğunluğu müəyyən edin. Deməli, qızartılar sözün kökü qızarmaq, qızardan qızartılar leksik. Daramaqdan daraq. Məktub sözün kökü məktubla olmur, məktublaş leksik. D-q. İşdən işləmək, işlək, işləkdir. Süzməkdən də süzgəc. 2 leksik, 1 qrammatik. 2 leksik, 1 qrammatik hardadır? 1-ə gedir D variantı. Bax, bundadır D variantı. 1 leksik, 1 qrammatik. Bu A variantındadır, düzdürmü? Bəli, qızartılar sözü. A variantı gedir 2-yə. A variantı gedir 2-yə. Deməli, daha sonra yalnız bir leksik şəkilçisi var, qrama şəkilçisi yoxdur. Bu hardadır? Bu B ilə Y-dədir. 3-ə də gedir B və Y. 1 deməli D, 2A, 3B'yi, o da cavabım C variantıdır. 9. Cümləni tamamlaya bilməyən fikir. Yaz isminə birbaşa dır şəkilçisi. İsmi nə deyir? Yəni, bu izah eləmişəm də, feilə qoşulanda dır leksik olur və tələffüzdə düşmür. İsmə qoşulanda yaz olacaq tələffüzü yazdı. Fəsil mənasına deyir də, yəni o fəsil yazdır. Tələffüzdə necə olacaq? Yazdı və dır orada qrammatik şəkilçi olacaq. Sözdə ahəngana pozulmaz. Bax, qoşduqda qoy sözün yazışında yazaq. Yazdır. Bəli, pozulmaz. Bu doğrudur. Çıxdıq, bizə tamamdır. Saitlərdən biri uzun tələffüz olunur. Yazdı. Tələffüzünü yazmışam ki, heç bir uzanma yoxdur. Və tamamlaya bilməyən deyirsə, təbii ki, cavabım B-dir. 3 cingilti samit olar. 1, 2, 3 düzdür. Bütün samitlərin qarşı olar düzdür. Deyir şəxsi fərqlər təbii ki, sənin cavabın 9-da A variantı olacaq. 10-cu sual. Ələylənmə sözünün fonetik xüsusiyyətlərlə bağlı cədvəldəki uyğun fikirləri. Sözü yazıbsa ilk öncə sözün tələffüzünü yazmalısan. Ələ, lə, m, ə, y. Sözün tələffüzü budur. Yazı tələffüzünə 2 fərqli məqam var. Bir dənə fərqli məqam çıx şirkə keçdi və m-ya keçdi 2, bir də çıx şirkə keçdi 3 fərqli məqam var. Burada da isə 2 fərqli məqam var. Ona görə biri yanlışdır, biri çıxartdıq. Cingiltili samitlərin sayı kar samitlərdən çoxdur. Cingiltinin sayı baxırıq 1, 2, 3, 4. Bəli, bu doğru fikirdir. 2-ni götürəcəyik. Kar cingilti samit qarşılıqları işlənmişdir. Burada kar və cingilti samit qarşılığı yoxdur. 3 yanlışdır, 3-ü çıxartdım. Qarşılığı olmayan yalnız 3 samit işlənib. 1, 2, 3, 4. 4 samit işlənib. Yanlışdır. Yanlışın altına yanlışı götürürük. 2, 4. Hecalardan ikisi saitlə bitir. Hecalar necə olacaq? Ələklənmək. Yanlışdır. Cəmi 1 heca saitlə bitir. Bu da yanlışsa götürürəm. 2, 4, 5. 10 sual alacağımız D variantıdır.